Əşi, uşağa baxmağa nə var? Deyənlər üçün qəşəng belə maraqlı video çəkmişəm ki, uşağa baxmağa nə var yox, nələr var. Uşağa baxmaq üçün sən əməlli başlı yəni dinozavr olmalısan ki, balaca 100 qramlığın nazı ilə hamısından oynaya biləsən. Baxın bu videoda mən sizə uşağa yemək yedizdirməyin alınmayan anlarını göstərirəm. Baxın, birincidə gördünüz, yemədi, durdu getdi. İkincidə yediyini atdı, tulladı. Üçüncüdə bir kusok dişləyir, sonra bunu da verirsən at qaz, vəsiyo. Getmədi. Və uşaq böyük deyil. Böyük nə var? 3 dəfə gündə yemək yeyir, onu da normal oturur stolda yeyir. Uşağın yemək yeməyi qətiyyən elə deyil. Uşaq bütün gün yemək yeyir. Hər şeydən biraz və dayanmır. Sonra yeyir, axırda da atır yerə. Sonra da yerə atdığına təzədən götürüb yemək istəyir. Və bu gün ərzində hardasa milyon dəfə təkrar olunur. Hər dəfə bir insanın bu işə nə qədər enerjisi, gücü və vaxtı gedir. Uşağa baxmaq bir şeydir. Yemək bişirmək bir işdir. Evi yığışdırmaq bir işdir. Bunun hamısını bir insan, yəni indiki zamanədə çatdıra bilirsə, böyük bir insandır, böyük bir qadındır. Yəni açıq deyim ki, kişilər bunun hamısını bir yerdə eləməyə bacarmır. Yəni ki, əziz qardaşlar, elə bilməyin ki, ana olmaq çox asan və elə belə bir şeydir. Ana olmaq çox çətin bir şeydir. Ona görə də əziz kişilər, arada yoldaşlarınızı çıxardın çölə, onları bir yerə aparın, onlara bir şeylər alın, sürpriz alın ki, onların bu mənəvi yorğunçuluğu aradan çıxsın. Özünüzü çox rəskoda salmağa da ehtiyac yoxdur. Yəni kiçik şeylər, iPhone 17 Pro Max, Range Rover Sport, Dubaya səyahət, belə şeylərdən şey eləyin.